Narkotik zəhərli maddədir. İnsanda asılılıq yaradır istifadə etdikdə. İnsan orqanizminə zərərlidir. Birbaşa sinir sisteminə təsiri və keçidə asılılıq, öyrəşmək asılılıq yaradır. İnsan eyni hissi təşkil yaşamaq üçün hər dəfəsindən sonra doza almaq məcburiyyətində qalır və bir müddət, qısa müddət xoşbəxtlik və rahatlıq hissi verir, beynə birbaşa zərər verir, ürək-damarı sistemləri, beynin təzyiqini artırır, döyüntüləri artırır və edilir. Bir çox səbəbləri ola bilər, məsələn, sosial şəbəkələr, ailə çevrəsi, ailə, depressiya və boşluq hissi. İnsanlar bu səbəblərdən narkotik maddələrə meyillidirlər. Bu daha çox səbəbi insan öz içindəki tənhalıqdan qaçmaqdır, nə isə sığınmaqdır. Bir dəfə, ən çox da düşüncə bir dəfə sınasa heç olmaz, elə bütün olanlar bir dəfə sınamaq olur və insan buna öyrəşir, qısa müddətli rahatlıq və xoşbəxtlik hissi üçün təkrar eyni hissi yaşamaq istəyir və eyni hissi yaşamaq üçün də digər dəfədə artıq daha çox doz tələb olunur. İnsanlar daha çox dərli müştəki tuta bilməyəndə narkotik qısmıdır, amma bilmirlər ki, o bir sanadır deyil, yəni sonra söndür bunu. Bəzən də insanlara maraqlı gəlir. Baş deyil, yoxsa cəmiyyətin təsiridir. Hər bir səbəb ailədir. İlk əvvəl ailədə təməl düzgün qoyulmalıdır. İnsanın ailəsi ona dəstək çıxmalıdır. İkinci səbəb isə məktəbdir. Ailə bu təməli qoyur, məktəb həmin təməli qoruyur və cəmiyyətdə isə artıq formalaşır insan. İlk təməli, ən önəmli cəhəti ailədir. Məsələlərdə baxma insana da, yeni insanlar var ki, iradəsi güclüdür, onu ata bilir, atmağı bacarır. Yəni demək olar ki, iradə asılılıqda bəzi insanlar iradəsi güclü olur, səni tərk edə bilir, əl çəkə bilir, bəziləri asılılığına düşür. Sən onun törətdiyi ziyanları, fəlakətləri görə bilmirlər. İstəsə rədd. Bəzi insanlar da var ki, həm özünü, həm ailəsini, həm cəmiyyətdəki insanları qorumaq üçün öz iradəsinə qalib gəlir. Narkotik maddə istifadə edən insan sadəcə özünə ziyan vermir, həm ətrafındakilərə, həm ailəsinə də ziyan verir eyni zamanda. Buna görə də iradəsinə qalib gəlib, həmin maddələrdən uzaq duran şəxslər Evdə ailəsindən uşağınsa əl qaldırmalar, yaxud da ki, ətrafdakı fərqi yoxdur da, cəmiyyətdəki insanlara qarşı törətdikləri, məsələn, yol verilməz hadisələr ola bilir də, təsir altında olurlar, xəbərləri olmur, özləri də fərqində olmadan kimsə zərər verə bilirlər, yaxud da ki, təsir altında olun, müxtəlif hərəkətlər edə bilirlər. narkotik maddə istifadə edən şəxs özündə olmur, öz yaddaşını, beynini artıq idarə edə bilmir və gözünə mövcud olan halüsinasyonlar görməyə başlayır. Bu səbəbdən də ətrafındakı insanlara zərər verə bilir. Əsas səbəbi budur. Keçirlər ki, bu yaxşı təsir edir, dostlarına, ailəsinə də o pis vərdişə meyil eləməsinə səbəb ola bilər. Zorakılıq nəticəsində ətrafındakı insanların psixologiyaları pozur. Narkotik maddənin istifadə etməsi insan nəfəs səbəblərindən biridir. İkincisi, rahatlama hissi verməsidir. Məsələn, çox rahat insan həyatda hər şeyi bacarır, yəni hər şey elə bilər, ailəsində olsun, cəmiyyətdə olsun və bu həm əsasən mənfi təsirlər göstərir cəmiyyətə. Qərar layihəsi müsbət hadisələrin qarşısına çıxır. Sosial şəbəkələrdən müsbət və ya mənfi təsirlər insanın özündən asılıdır. Sən daha çox nəyə maraqlanırsan, nəyə meyillisənsə, onları videolara qarşısına çıxır. İnsanın təmiz zevki və təmiz gələcəklərdir. Formasını nə formada seçiyorsunuz isə, formasını isə fərqli şəkillər, videolar əsasında təbliğ edici, insanları daha çox maarifləndirici videolar çəkərək, fərqli şəkillərdə uşaqların beynini açmaq Ata bilərsən deyib, aldadıb vermişlər. Ondan sonra da bir qız narkotikə görə intihar eləmişdi hətta. Azərbaycan serialında Adəm Məhəmməd. Narkotik haqqında aksiya yaratsaydım, adını ilk olaraq həyatsız sağlamlığını qoru olaraq deyərdim. Forması isə gənclərə və uşaqlara idmanla məşğul olmasını, orada maarifləndirici videolar, çatlı videolar düzəldib, onları gələcəklərə qorumaq və narkotikə yox deməsini seçməsini önərərdim.